Salam, hörmətli müəllimlər. Proqramımızın növbəti buraxılışı ilə qarşınızdayıq. Biz bugün kimya fənni üzrə Fətəli Hüseynovun təqdimatında kimyəvi tənliklər üzrə hesablamalar mövzusuna dair müxtəlif test tapşırıqlarının izahı ilə tanış olacağıq. Salam Fətəli müəllim. Xoş gördük. Fətəli müəllim, kimyəvi tənliklər üzrə hesablamalar mövzusuna müraciət olunmasında səbəb nədir? Bizə məlumdur ki, kimya praktiki bir elmdir. Yəni təbiət elmi olub praktiki bir elmdir və kimyanın bir çox tətbiq sahələri var və kimyanı dərindən başa düşmək üçün onun qanunlarını, prinsiplərini, qanunlarını anlamaq lazımdır və bu baxımdan da kimyəvi tənliklər üzrə hesablamalar mövzusu xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu mövzuya xüsusi diqqət etmək lazımdır. O zaman gəlin test tapşırıqlarının izahına keçək. Belə bir test tapşırığının şərtindən tanış olaq. İsti kalium hidroksid məhlulundan xlor qazı buraxdıqda 3 mol duzlar qarışığı alınır. Reaksiyaya daxil olaraq xlor qazının həcmini normal şəraitdə litrlə hesablayın. Məlumdur ki, isti kalium hidroksid məhlulundan xlor qazı buraxdıqda aşağıdakı reaksiya baş verir. Xlor plus kalium hidroksid alınır kalium xlorid, kalium xlorat və su. Şərtə əsasən 3 mol duzlar qarışığı alınır və gördüyümüz kimi burada kalium xlorid və kalium xlorat duzları alınıb və reaksiya tənliyində 5 plus 1, 6 mol duzlar qarışığı alınanda 3 vuraq 22,4 litr xlor daxil olur. 3 mol alındıqda isə x litr daxil olur və buradan hesablamanı aparıb x bərabərdir 33,6 litr tapa bilərik. Növbəti tapşırıq. Deməli, qarışığın tərkibinə daxildir alüminium silisyum, qarışığın kütləsi 16 qram, qarışığın artıq miqdarda natrium hidroksid məhlulu ilə reaksiyasından alınan hidrogenin kütləsi 2 qram verilib. Soruşulur, qarışıqda neçə qram silisyum olmuşdur? Bizə məlumdur ki, həm alüminium, həm də silisyum natrium hidroksid məhlulu reaksiyaya daxil olur və bu zaman hidrogen qazı əmələ gəlir. Və alınan hidrogenin mol sayı maddəni əgər 1 mol götürürsə, onun valentliyinin yarısına bərabərdir. Sxemdən göründüyü kimi 1 mol alüminiumdan 1,5 mol hidrogen alınır, 1 mol silisyumdan isə 2 mol hidrogen alınır. Yəni valentlərinin yarısı qədər hidrogen alınır. Biz əgər x mol alüminium götürürüksə, alınacaq 1,5x, y mol silisyum götürürüksə, alınacaq 2y mol hidrogen. Və şərtdə verilir ki, qarışığın kütləsi 16 qramdır. Onda 27x üstə gələk, silisyum y mol olduğuna görə 28y bərabərdir 16 və hidrogen kütləsi 2 qram olduğuna görə hidrogen mollarını toplayıb, onun molyar kütləsinə vursaq, hidrogen kütləsini tapa bilərik. Onda 2 vurulsun, 1,5x plus 2y bərabərdir 2 olur. Bu sistem tənliyi həll edib tapa bilərik. Y bərabərdir 0,25 mol. Deməli, qarışıqda 0,25 mol silisyum var. 0,25-i silisyumun molyar kütləsinə vurmaqla 7 qram silisyum olduğunu tapa bilərik. Növbəti tapşırıq. Piritin yanma reaksiyasının qrafikinə əsasən B-A bərabərdir 6 olarsa, A-nı müəyyən edin. Biz qrafikdən görürük ki, reaksiyada 2 məhsul var. Birinin kütləsini A ilə, digərinin kütləsini isə B ilə işarə edilibdir və burada B-nin kütləsi A-dan daha böyük olduğu qrafikdən görünür. Əvvəlcə piritin yanma reaksiyasının tənliyini yazaq. Pirit yandıqda dəmir 3 oksid və kükürt qazı alınır və 2 mol dəmir 3 oksidin kütləsi 320 qram, çünki dəmir 3 oksidin molyar kütləsi 160-dır, 320 qram. SO2-nin kütləsi isə 8,64, 512 qramdır. Və tənlikdən göründüyü kimi bunlar arasında kütlə fərqi 512 minus 320, yəni 192 qramdır və buna əsasən tənasib qurub A-nı tapa bilərik. Kütlə fərqi 192 qram olduqda, 192 qram bunlar arasında fərq olduqda alınan dəmir oksidi 320 qram olur. 6 qram fərqdə isə A qram dəmir oksid alınır və buradan A bərabərdir 10 tapa bilərik. Növbəti sual. Kalium karbonat və kalium hidrokarbonatdan ibarət 200 qram qarışıq ağzı açıq qabda kifayət qədər qızdırıldıqda kütləsi 6,2% azalır. İlkin qarışıqda kalium karbonatın kütlə payını faizlə hesablayın. Kalium karbonat və kalium hidrokarbonatdan ibarət qarışıq qızdırıldıqda
kalium hidrokarbonat parçalanır və bu zaman kütlə azalması reaksiyadan alınan karbon qazı və suyun hesabına baş verir. Ona görə də 200 qram qarışığın kütləsi 6,2% azalırsa, 200-ün 6,2%-ni tapırıq, edir 12,4 qram. Deməli, bu karbon qazı və suyun ümumi kütləsidir. Və kalium hidrokarbonatın termiki parçalanma tənliyi yazsaq, alınır kalium karbonat, karbon qazı və su. Tənlikdən görünür ki, 2 mol, yəni 200 qram kalium hidrokarbonat parçalandıqda 62 qram karbon qazı və su qarışığı alınır. 12,4 qram alındıqda isə parçalanan hidrokarbonatın kütləsini tapırıq ki, 40 qram kalium hidrokarbonat alınır. Qarışığın ümumi kütləsindən biz kalium hidrokarbonatın kütləsini çıxıb, kalium karbonatın kütləsini tapa bilərik. 200 minus 40 bərabər 160 qram kalium karbonat alınır. Və bizdən ilkin qarışıqda kalium karbonatın kütlə payını soruşur. Onun üçün də onun kütləsini 160-ı bölürük 200-ə və vururuq 100-ə, cavab edir 80% kalium karbonat. Növbəti tapşırıq 200 kiloqram fosforit mineralından 50% çıxımla 6,2 kiloqram fosfor alınmışdır. Fosforit mineralında kənar qarışıqların kütlə payını faizlə hesablayın. Bizə məlumdur ki, fosforit fosforun təbii mineralıdır və o kalsium ortofosfatla yanaşı tərkibində kənar qarışıqlar da saxlaya bilər. Şərtə əsasən 50% praktiki çıxımla 6,2 kiloqram fosfor alınır. Buna əsasən biz fosforun tənli üzrə alına bilən maksimum kütləsini, yəni nəzəri miqdarını hesablaya bilərik. Tənasib qururuq. 6,2 kiloqram 50% çıxımla alınırsa, neçə kiloqram 100% çıxımla alına bilər və buradan x tapırıq 12,4 kiloqram. Reaksiya tənliyini yazaraq 12,4 kiloqram fosforun alınmasına sərf olunan kalsium ortofosfatın kütləsini hesablamaq olar. Gördüyünüz kimi kalsium ortofosfat, silisium dioksid və karbonla qarşı təsirdə olur. Alınır kalsium silikat, CO və fosfor. Və 2 vuraq 310, yəni 620 qram kalsium ortofosfat daxil olduqda 124 qram fosfor alınır və lazım olan kalsium ortofosfatın kütləsini hesablayırıq. Bu edir 62 kiloqram kalsium ortofosfat. Və fosforitin ümumi kütləsindən tapdığımız kalsium ortofosfatın kütləsini çıxmaqla biz kənar qarışıqların kütləsini və onun kütlə payını tapa bilərik. Onun üçün 200-dən çıxırıq 62-ni, çünki 62 kiloqram kalsium ortofosfat tapmışıq. 200-dən 62-ni çıxanda elir 138 kiloqram kənar qarışıq. Və kənar qarışığın kütlə payını tapmaq üçün 138-i bölürük 200-ə, vururuq 100-ə və bu da edir 69%. Növbəti tapşırıq sıxlığı havanın sıxlığına bərabər olan ammonyak və oksigendən ibarət qaz qarışığında maddələr arasında reaksiya baş verir. Reaksiya axıra qədər gedərsə, alınan qaz qarışığında oksigen molekullarının sayı azot molekullarının sayından nisbətən çox olar. Məsələnin şərtindən də göründüyü kimi, oksigen molekulları sistemdə iştirak etdiyinə görə, deməli, ammonyak tamamilə reaksiya daxil olubdur və bunu diqqətə almaq lazımdır. Deməli, məsələnin şərtinə görə qarışığın sıxlığı havanın sıxlığına bərabərdir və biz bilirik ki, bu deməkdir ki, qarışığın orta molyar kütləsi havanın orta molyar kütləsinə bərabərdir. Və buna əsasən çarpaz üsulu ilə qarışıqda olan qazların mol sayları nisbətini tapmaq olar. Ammonyakın molyar kütləsi 17, oksigenin molyar kütləsi 32-dir və havanın orta molyar kütləsi 29 olduğuna görə onu yazırıq mərkəzdə. 32-dən 29-u çıxırıq 3, 29-dan 17-dən çıxırıq 12 və bunların nisbəti 1-in 4-dədir. Burada 2-nin 8-ə və yaxud da ki 3-ün 12-ə də ola bilər. Yəni, o nisbətlərdən də istifadə etmək olar. Ancaq ən kiçik tam ədədlərlə yazılması hesablamaların daha asan olmasına gətirib çıxarır. Şərtə əsasən reaksiya axıra qədər gedir və ammonyak tam sərf olunur və buna əsasən oksigen və alınan azotun mol sayını hesablamaq olar. Ammonyakın yanma reaksiyasından NH3 plus oksigen alınır azot və su. Göründüyü kimi 4 mol ammonyak reaksiya daxil olduqda 3 mol oksigen reaksiya daxil olur. 1 mola uyğun olanı hesablayırıq 0,75 mol oksigen. Eləcə də alınan azotu tapa bilərik. 4 mol ammonyakdan 2 mol azot alınır. 1 moldan isə Y mol yazsaq, buradan Y bərabərdə 0,5 mol
edəcəkdir və oksigenin artıq qalan miqdarı, oksigen başlanğıcda 4 mol götürmüşdük. Yəni biz buradan 4 mol olaraq qəbul etmişik. 4-dən 0,75-ə çıxsaq, yəni sərf olunan çıxsaq, 3,25 mol oksigen almış olarıq və qazlarda molekulların say nisbəti bildiyimiz kimi onların mol sayları nisbətinə bərabərdir. Ona görə də oksigenin molunu 3,25-i 0,5-ə bölməklə 6,5 tapmış oluruq. Növbəti tapşırıq oksigen və ozondan ibarət qaz qarışığındakı ozonun hamısı oksigenə çevrildikdə qazın mol sayı 5% artır. İlkin qarışıqda oksigenin kütləsi ozonun kütləsindən neçə dəfə çoxdur. Şərti olaraq qarışığın ilkin mol sayını 100 mol qəbul edək və şərtdə görünür ki, reaksiyadan sonra qarışığın mol sayı 5% artır. Yəni bu deməkdir ki, 100-ün 5%-i 5 mol artır və qarışıq olur 105 mol. Biz x mol oksigen və y mol ozon götürürük. X plus y bərabərdir 100 mol və reaksiyadan sonra x mol oksigen dəyişməz qalır, yazırıq x plus ozondan alınan oksigen isə 1,5 y-dir və bunun da cəmi 105-ə bərabərdir. Çünki 5% artıq 105 olubdur. Buradan tapırıq x bərabərdir 90 mol oksigen, y bərabərdir 10 mol ozon. Yenə nisbət soruşduğuna görə burada ixtisar edib 9-un 1-ə də götürə bilərik. İlkin qarışıqda qazların kütlə nisbətini müəyyən edək. Bunun üçün oksigenin kütləsini bölürük ozonun kütləsinə. 90 vuraq 32, yəni oksigenin molu vurulsun molyar kütləsi, bölünsün 10 vuraq 48. Ozonun molu vurulsun molyar kütləsi və bu nisbət 6 edir. Cavab 6. Belə bir tapşırıq, deməli növbəti. Birinci və ikinci qablarda olan məhlulların kütləsi bərabərdir. Gördüyümüz kimi birinci və ikinci qabda mis-2 sulfat məhlulu var və şərtdə verilir ki, bunların kütləsi bərabərdir. Birinci qaba dəmir əlavə olunduqda, görürük ki, 63 qram dəmir əlavə olunur. O tamamilə həll olur. İkinci qaba neçə mol natrium hidroksid əlavə etmək lazımdır ki, birinci və ikinci qablarda olan məhlulların kütləsi bərabər olsun. Yəni, məhlulların kütləsi dəyişməsin. Birinci və ikinci qabda olan məhlulların kütləsi bərabərdir, şərtdə verilib və qablara müvafiq maddələr əlavə olunduqdan sonra məhlulların kütləsinin eyni olması üçün əlavə olunan maddə ilə məhluldan ayrılan maddənin kütlələri arasındakı fərq eyni olmalıdır. Birinci qabda baş verən reaksiyanın tənliyini yazaq və kütlə fərqinə baxaq. Dəmir mis-2 sulfatla reaksiya daxil olur. Alınır dəmir 2 sulfat plus mis. Burada mis çökərək ayrılır. Çünki dəmir şərtə görə tamamilə həll olur. Deməli, mis çökərək ayrılır. Və görürük ki, 56 qram dəmir reaksiya daxil olduqda 64 qram mis alınır. Və bunlar arasındakı fərq 64 minus 56, 8 qramdır. Və biz belə bir tənasüb qura bilərik. 56 qram dəmir reaksiya daxil olduqda fərq 8 qramdır. Biz bunu görürük. 56 qram daxilində 8 qramdır. 63 qram dəmir daxil olanda isə neçə qram olduğunu tapırıq ki, 9 qram. İkinci qabda baş verən reaksiyanı yazırıq və kütlə fərqinin 9 qram olması üçün lazım olan natrium hidroksidin kütləsini hesablayırıq. Mis-2 sulfatı natrium hidroksid reaksiya daxil olur. Alınır natrium sulfat və mis-2 hidroksid. Bu reaksiyadan da deməli mis-2 hidroksid çöküntü şəklində ayrılır. Və burada kütlə fərqi 98 minus 80, 18 qrama bərabərdir. Və 18 qram fərq üçün bizə lazımdır 80 qram natrium hidroksid, 9 qram fərqin olması üçün isə x qram natrium hidroksid lazımdır. Və bu tənlikdən tapırıq ki, x bərabərdir 40 qram natrium hidroksid. Natrium hidroksidin molyar kütləsi də 40 olduğuna görə 40-ı 40-a böləndə 1 mol tapmış oluruq. Diqqətinizə görə təşəkkür edirəm. Və bütün həmkarlara uğurlar arzulayıram imtahanda. Təşəkkür edir Fətəli müəllim. Ətraflı izaha görə qeyd elədiyiniz kimi geniş mövzudur və ümid edirik ki, sizin izahlarınız müəllimlər üçün faydalı olacaq. Sağ olun, təşəkkür edirəm. Əziz müəllimlər, bugünlük verilişi yekunlaşdırırıq. Növbəti buraxılışlarda görüşənə qədər.